Bir Arifin yanına deyir, getdi, qəribə adamlar vardı oradan da. Nə məsumdur deyəsən, Allahın imamıdır, peyğəmbəridir, yox. Deyir, getdi, xəstə idi, həkimlər demişdi ki, da bu qalası deyil, bu getməlidir, ağır xəstədir. Getdi, deyir, yanına uzanıb yataqda. Deyir, dedi ki, necəsiz indi bugün? Dedi ki, bugün şükür Allaha, çox yaxşıyam, əlhəmdülillah. Çox yaxşıyam, Allahın bu gününə şükür. Dedi, bu deyəsən şəfa tapıb, nədir bu, belə deyir. Dedi, nə olub, necə olub ki, bugün nə baş verib? Deyir, bugün bir qəribə bir Allahın lütfü ilə rastlaşmışam. Allahın lütfü nədən ibarətdir? Deyir ki, Allah indi mənə bir xidmətçi qərar verib ki, heç əli də qaldırmadan yeməyi özünə versinlər. Başa düşür ki, bunun əli qüvvədən düşüb, bugündən əli işləmir. Görün, hadisəni necə qarşılayır. Allah deyir, dayı, bugün mən heç zəhmət çəkməyimə razı deyil ki, əlimi qaldırım yeməyi özüm qəbul edeyim. Bəli, bizim üçün çox təəccüblü bir haldır, çox təəccüblü. Çünki biz, baxışımız tamam başqadır. Biz giririk hadisənin içinə və itib batırıq hadisədə. Hadisə bizi məhv eləyir. Hadisənin təzyiqi. Bir də var, çox yuxarıdan baxır. Onu da bir hədiyyə kimi qəbul eləyir. Bəli, imtahanların bəzisi bizim məqamlara çatdırmaq üçündür. Bir nəfər sıxıntıya düşmüşdü, Allah övliyalarından birinə dedi ki, sıxıntımın səbəbi nədir? Dedi, sən Əhl-i Beytə təvəssül eləyib Allahdan bir məqam istəmirsən? Dedim, bəli. Dedi, bax, o məqama çatmaq üçün müəyyən çətinliklərdən keçməlisən. Deyir, o söz deyəndən sonra rahatladın. Çünki hikməti başa düşdüm. Başa düşdüm ki, bunlar lazımdır ki, mən bir yerə gedim çatım. Hər bir bəla Allahın sevgisinin təzahürüdür. Bəlalarda sevgini kəşf eləmək lazımdır. Necə ki, biz balalarımızı, övladlarımızı sevdiyimizdən cəzalandırırıq, məhrum edirik. Sevgi sadiq sevgidirsə, düzgün sevgidirsə, sevgidə mütləq cəza da var, məhrumiyyət də var.